Ölümcül təhlükə, silkələnmiş körpə sindromu. Silkələnmiş körpə sindromu, bu körpənin başının silkələnməsi nəticəsində orqanizmdə yaranan pozuntular kompleksidir. Baş çox ağırdır və həyatın ilk aylarında əzələlər onu saxlamaq üçün kifayət qədər güclü deyil. Ona görə də uşağı heç bir halda silkələmək olmaz, çünki başı sağa sola yellənəcək və bu beyində qan axmaya və ümumi beyin silkələməsi nəticəsində zədələrə səbəb ola bilər. Silkələnmiş körpə sindromunun ən çox rast gəlinən səbəblərindən biri valideynlərin gücünün tükənməsi ilə bağlıdır. Böyüklər uşaq ağlamasından yorulanda onu sakitləşdirmək üçün güclü şəkildə silkələyirlərsə, bu həmin travmaya səbəb ola bilər. Amma silkələnmiş körpə sindromu mütləq kobud rəftar nəticəsində yaranmır. Bu, körpələrlə oynayarkən də baş verə bilər. Məsələn, böyüklər uşağı havaya yüksək atıb çox kəskin silkələdikdə, eləcə də nəqliyyatda baş verən bədbəxt hadisələr zamanı arxadan maşına çırpılma nəticəsində. Uşaq sanki başı ilə irəli-geri hərəkət edir və bu zaman da başı güclü şəkildə silkələnir. Buna görə də uşaq yellədərkən başının tullanıb silkələnməməsi üçün onu çox ehtiyatla yelləmək qəti şəkildə vacibdir. Heç bir halda uşağı silkələmək, havaya atmaq və əlbəttə ki, yerə salmaq olmaz. Əgər sadalananlardan hər hansı biri baş veribsə, dərhal uşağı həkimə göstərin.